Allaha qarşı edilən bütün zülmlərin kökü insanın əslində şirkinə qayıdır. Bütün zülmlərin, Allaha qarşı olan zülmlərin kökü gedib çıxır şirkə. Allaha qarşı zülm eləmək, ona başqasının şərik qoşmaq deməkdir. Birsiz mənası nədir? İnsan əgər Allahın buyurduqlarına boyun əymirsə, başqa bir şeyə boyun əyir. İnsan Allahın buyurduğuna hə deyib ya ona tabi olur, onun Rəbliyin qəbul edir, ona baş əyir, ya da ki yox deməklə şeytana baş əymiş olur. Şeytana da baş əyəndə Allaha şərik qoşmuş olur. Ona görədir ki, insanın Allaha qarşı etdiyi üsyankarlıq, tuğyankarlıq və zülmlər əslində Allaha qarşı şirkdən qaynaqlanır. İkinci zülm növü isə dedi ki, ən çox yayılmış zülm növüdür ki, insanlara edilən zülmlər. İnsanlara edilən zülmlər nədir? Allahın insanların boynunda haqqı olduğu kimi insanların da birinin digərinin boynunda haqqı var. O haqlar pozulanda insanlar bir-birinə zülm etmiş sayılırlar. Belə halla rastlaşanda da ədalətsizlik, haqlar tapdalananda da gərək həmin zalim, həmin zülmə yol verən şəxs gərək dərhal tövbə eləsin. Hansı haqqın taplayıbsa o hüququn bərpa eləsin. Əlindən nəyə almışsa gərək onu geri qaytarsın. Əgər geri qaytarmırsa, heç olmasa gedib həmin şəxsin gönlünü alsın. Görsün ki, əgər doğrudan da o imkanı yoxdur, əlindən aldıqların qaytara bilmək qüdrətində deyil, heç olmasa gedib gönlünü alsın, peşmançılığını bildirsin. Və zülmün üçüncü, çünki əgər bunu eləməsə deyir, Allah onu dərhal cəzalanır, Allah onu mütləq cəzalandıracaq. Allahın cəzasına belə bir insan gərək hazırlaşır. Zülmün üçüncü növü isə insanın özünə etdiyi, bilməyərəkdən özünə etdiyi zülmdür. Görsən, başqalarına yox, özünə zülm eləyir. Müəyyən günahlara, xətalara yol verməklə. Əslində, insan öz qədrini bilməməklə, bir kamil insan olmaq üçün mənlik haqqını lazımı qədər dəyərləndirməməklə özünə zülm eləmək olur, sayılır. İnsan kamil bir varlıqdır. Öz qədrini bilməyəndə o qədri bilməməzliyi ilə öz kamil dəyərinə qarşı zülm eləmiş olur.